Dostlar, bax, bununla başlamaq istəyirəm dərsimi. Bugünkü bir çəkilişimizi. Bir yax tələbəmiz maşın U dönüşləri edərkən, bax, əlini dedim, sağa vur U dönüşü, geriyə polnu bursur, rulu, sükanı. Tələbəmiz vurub və deyir ki, müəllim, daha getmir. Bax, buna deyirlər rulla güləşmə. Rulla niyə güləşirsiniz? Əziz tələbələr, təzə öyrənən dostlarımız. Bax, döndərərkən sağa getdi, bax, döndərik də biz sağa. Bax, əlbi atdım üstdən, qaytardım. Atdım üstdən, qaytardım. Sükanı düzgün döndərmə, bax, buna deyirlər. Bax, bir də, bax, bu tərəfdə sol döndərəndə görsəlirəm, bax, atdım üstdən əlbi. Rulu nə qədər istəyirsən döndərmə olar. Çox tələbələrimiz, bu təzə başlayanlar bu məsələdə çox çətinlik çəkirlər. Çoxsu bax, belə də döndərir, nə bilim, alt hissədən də döndərən var. Belə şey olmaz, qəti şəkildə. Sükanın düzgün döndərmə. Bir daha deyirəm, bunu zaten biz çox eşitmişik, görmüşük. Saat dələ 1, saat 3, 9 tutma qabiliyyəti budurulub. Sükanı tutarkən, rulumuzu tutarkən sıxmırıq. Nə qədər bək sıxsız, sürüşünüz o qədər sərt çıxacaq robot kimi. Tam sərbəst və döndərərkən də çox rahat. Bax, bir də edirəm. Bax, sağa döndərdim. Sağ əlimi atdım üstdən. Bax, bir daha. Sola döndürəndə eyni şey. Döndərdim, solla kömək eləyirəm və döndərim. Bax, bu düzgün döndərmədir. Ona görə düzgün öyrənək, düzgün şəkildə icra eləyək bütün hərəkətlərimizi əllə də, ayaqla da, avtomobilimizi idarə edərkən və qəzalardan uzaq olar inşallah ki.